Allah verdi Bağırovun haqqında 2 dənə fakt danışacağım. Gözümlə gördüyüm faktı. Biri var ki, mən danışıram, yalan danışıram, oxuyamam da, gözümlə gördüyüm faktı. Xocaldan sonra məscidin yanındaydıq. Erməni əsirlər üzmüşlər, belə erməni əsirlər üzmüşlər orada, erməni əsirlər üzmüşlər. Uşaq yaxınlaşdılar dedi, Xocalı uşaq idi. 12-13 yaşı vardı. Əli ilə belə yaxınlaşdı, əsiri göstərdilər ki, əmi, atam anamı böldü. Atam anamı böldü. Allah verdi, dedi uşağa çəkir dedi, tapancanı çıxartdı, onun alnından vurdu. Yerindəcə vurdu onu. Dedi əmi, atanın ananın qısasını aldım. Uşaq ağladı, dedi mən daha, uşaq dedi ki, əmi, daha mən sakit oldum, mən heç nə istəmirəm daha. İkinci fakt buydu ki, Allah verdi Xocalı soyğundaşında bir uşaq neydi gətirdilər? Həmin uşağı qucağında gətirdilər, qız uşağıdır. 11 yaşındadır, qızı ermənilər üzülsün zorlamışlar. 11 yaşlı qız uşağıdır, qız donmuşdu, ayaqları ağlanmışdı, paltaca zırtırdı. Allah verdi yığdı Vitalik'i. Dostuylar. Allah verdi Vitalik'i. Balasaryanla, hə. Həddən artıq sözlər günə keçir. Onların bir videosu var, ona da. Qəbrin buradan qalmasının səbəbkarlarından biri də Vitalik idi. Vitalik'ə zəfirdir ki, Vitalik, 10 dənə əsir qaytarıram sənə, biri əsir qaytarıram. 20 dənə kanister hesabı benzettim. Kanister, yadımda kanister hesabı. O adamın yeri madenen. Kimdi adam? Vitalik sözü fırlatıyor. Yok dedi, vermezsen alır. Benim xəsiyyətimi bilirsən. Tək gəlir o sənin kendi qırğını, sən postunu qırğını eləyəcəm. Vitalik diyor ki, hal-hazırda həmin adam məzili postunun üstündə durubdu. Məzili postu gedən yolda durub orada. Həmin adamın adı budur. Allah verdi, tapancanı çıxartdı. Bak, canım için yadımda. Tapancanı çıxartdı, silahı zaten çıxartdı, qoydu uşağa. Dedi, mənim dalımca gələn qeyrətsizli kişi deyil. Namussuzdur mənim dalımca gələn. Tək başına getdi, həmin erməni orada öldürdü. Böyük qəhrəman idi. Allah verdi, tək başına kəndə, Allah'a and olsun. Seyit Lazım Ağancı, biz Ağdamlar Seyit Lazım Ağa ilə belə and düşməli. Seyit Lazım Ağancı da Allah verdi, tək kəndə gedib, tək alıp gəlirdi. Dəstəsinə tək gedib gəlirdi Allah verdi. Allah verdi, tək gedib. Tapanca verdi. Mən bunun ölümü çox maraqlıdır. Mən bunun ölümünün haqqında mən araşdırma yaparım, tapa bilmirəm. Necə oldu ki, bu adam 5 nəfərlə getdi, düşdü, gəldi, bunun meyidi sağ idi. Düşmüşdü, təkər üstündə idi. Virüsün təkəri bunun üstünə düşmüşdü, can verirdi, nəfəs alırdı. Ağdama gətəndə dedilər ölüb. Öz əliylə Xocalı şəhidlərini, bax Allaha and olsun, Xocalı meyitləri var idi ki, heç kim yaxın dura bilmir. Ağdam məscidində yuyurdu. Qılçası yox, baş dolmuşdu. Öz əli ilə meyitləri yuyurdu Allah dedi. Öz əli ilə meyitləri yuyurdu. Meyitləri yuyurdu. Bir erməni əsiri almaq üçün, bir Azərbaycan əsiri almaq üçün 7 erməni əsiri verdi. 7 erməni əsiri verdi. Bir Xocalamaq üçün, cibindən pul çıxardı, pul verirdi. Hamı dedi ki, Allah verdi erməni, Allah verdi 1023 nəfər Xocalının biri alıb, bir o qədər də meydin alıb. Bunu indi faktörü biləm, bir o qədər də meydin alıb. Mənim babamı 2 dəfə geri alıb. 2 dəfə ermənilərdən geri alıb gətirir. İkisində də geri alıb.